Niyyət eləmişəm Fioradakı bütün tuşları yoxlamağa. Şıqlamın 2 dənə maskarası. Ya bundadır, ya bunda, bunu yoxlayacağım. Bu arada qızlar, mağazada siz kredit istədiniz, biz də elədik. Artıq istədiyiniz bütün məhsulları tək şəxsiyyət vəsiqəsi ilə əldə edə bilərsiniz. Xonça yığanlar, makyaj çantasını dəyişmək istəyənlər bu əla fürsətdir. Yəni gəlirsiniz, alırsınız, belə yığırsınız. Bir qəpik vermədən şəxsiyyət vəsiqənizi təqdim edib götürüb gedirsiniz. İndi keçirəm məhsulun yoxlanışına. 2 başlıqlı canavar. Deməli bu nə edir? Həm uzadır, verdiyi vəd budur. Həm uzadır, həm də həcm verir. Mənim kipriklərimin minusları odur ki, birincisi qarı rəngdə deyildiyi, varlığı ilə yoxluğu bilinmir. İkincisi də ki, düppələm düz baxır, yəni 1 qram qıvrıqlıq yoxdur kipriyimdə. Belə 2 dənə başlığı var. Bir tərəfi uzadır, bir tərəfi həcm verir. Baxın, biri budur. Bu həcm verir. Digər tərəf uzadır. Birinci uzadıram. Qızlar, balalarımın canına and olsun bir qat çəkmişəm. Yəni bunu ikinci dəfə bura batırıb kipriyimə vurmamışam. Bir dənə aradakı fərqə baxın. Allaha and olsun, belə gözləmirdim, Qurana and olsun. Şokdayam. Çox qəşəng oldu. Mən bunu işlədərəm. Favori tuşum budur bundan sonra. Elə uzatma tərəfi yetərlidir. Yəni həcmə heç ehtiyac belə yoxdur. Ya bir dənə bu başlıq yetərlidir. Çox qəşəng oldu. İndi bir dənə həcm tərəfini də yoxluyum. Xoşbəxtəm şu an. Bu tuş bundan sonra mənim favorimdir. Valla kamerada, realda gördüyüm kimi görünmür. Qurana and olsun. Hətta daha balaca görünür. Çox qəşəngdir də, yəni. Şokdayam, heç gözləmirdim. İndi o biri tərəfi də tətbiq eləyim, gəlirəm. Bu biri kipriyimə birinci həcm verəni vuracam, sonra uzadanı vuracam. Görək necə olur. Bir şey deyim, tarakan ayağını oxşadı, kipriklərimi çox uzatdım. Tuş mülkdə, yəni mağazamızdan əldə edə bilərsiniz. Məncə bir makyajda ən önəmli şey kipriklərdir. Bu da onun sübutu.